Qarabağın 1,2 milyon avroluq bir transfer cəhdi var. Nicət şəkil varsa ekrana verək həmin transferlə bağlı. Belçikanın 2-ci liqa təmsilçisi Liejin hücumçusu Umar Dioufdan gedir söhbət. Qarabağ təbii ki, aktiv olması normaldır. Xüsusilə də hücum fazasında yay fasiləsindən davamlı təzyiqlər, tənqidlər var ki, Qarabağ niyə hücum çalmır? Əslində zaman-zaman klub bir çox futbolçularla danışıqlar aparıb, bir çox futbolçulara təkliflər göndərib, amma müəyyən səbəblərdən bəzən futbolçu bura gəlmək istəmir, bəzən futbolçunun istədiyi təzminat yüksək olur. Məsələ hazırda fotosunu da təqdim edirik. Umar Dioufun da transfer keçidi ilə bağlı problemlər. İki məqam var. Bir, futbolçuya kifayət qədər yaxşı təkliflər var. Hətta çempionşipdən təkliflər olduğu deyilir. Mətbuatda yazılan məlumatlarda. Bizdə olan informasiya ondan ibarətdir ki, Qarabağ 1,2 milyon avro verməkdə qəbullanıb, verməyə hazırdır. Hətta onu bir qədər də artırmağa hazırdır. Amma klub daha yüksək məbləğ təzminat istəyir. Aydın məsələdir. Bunun da səbəbləri var. Nəzərə alaq ki, 22 yaşı var, mövsümü də pis keçirmir. Məhsuldarlığı da kifayət qədər yaxşıdır. Yox, mən Qarabağın transferlərində sözün açığı şübhə, yəni bu neçə mövsümlərdir ki, Qarabağın elədiyi transferlər həqiqətən də sistemin nə qədər önəmli olduğunun bir göstərgəsidir. İlk dəfə Azərbaycan futbolunda biraz özümüzdə tərifləyək. Bunu bu studiyalarda biz demişdik ki, birmənalı olaraq hücum xətti ilə bağlı. Qarabağda hansı futbolçularla hücum xəttində uğurlar qazanılıb, hansı ki, demək olar ki, bütün futbolçuların xarakterik özəllikləri eyni səviyyədə olub. 10 il bundan qabaq Reynaldonu götür, bu günləri Camilo Duran'ı götürsən, eyni tipli futbolçulardır və keçid dövründəki Juninho, Vadje, Endirovlu, Ovusu sürətli oyuncu keçə bilən, müdafiə arxasında qaça bilən futbolçular. Hücum xətti ilə bağlı söhbət gedir. Yəni, digər xəttlərlə bağlı danışsaq vaxtımız çox gedəcək. Mən bu, təbii ki, xanım, bu məsələnin niyə belə olduğu, bu çox açıq və aşkar bir məsələdir. Niyə görə? İstəyirsən, bunu öz proqramımızla bir misal çəkərək göstərim. Məsəl üçün, bizim proqram Azərbaycan, belə deyək də, Azərbaycan standartlarında yüksək keyfiyyətdə izlənilən bir proqramdır. Futbol azarkeşlərinin gözü olan bir proqramdır. Düzdür? Və qlobal, belə deyək də, qlobalda biz yoxuq. Düzdür? Amma proqramlar arası Çempionlar Liqası olsa və biz Azərbaycanı təmsil eləsək, Avropada deyək də, bunda artıq bizə gələn sponsorlarda qazanacağımız pullar da fərqli olacaq. Yəni, Sport Info TV-dən söhbət gedir. Və biz hər hansı bir şəhçini və yaxud da rejissoru, operatoru transfer eləmək istəsək, onun bizdən istədiyi pulla hər hansı bir Azərbaycanın YouTube kanalına istədiyi pul arasında böyük fərq olacaq. Çünki artıq niyə biz international səviyyədə, beynəlxalq səviyyədəyik? Başa nə demək istəyirəm? Və bu açıq-aşkar olunan bir şeydir. Qarabağ komandası bugün Çempionlar Liqasında iştirak eləyir və davamlı olaraq 10 ildən çoxdur. Ən pis halda UEFA Konferans Liqasında iştirak eləyir. Və hər hansı bir futbolçuya klub transfer təklifində olunanda, yəni artıq klublar bilirlər ki, bu komandanın büdcəsi var. Verə bilər. Verə bilər. Yəni, normal bir şəkildə qiyməti belə deyək də, maksimum həddən açır. Yəni, bu artıq Qarabağ üçün, sənə inandırım, tutalım ki, bu futbolçunun adı nə idi? İndi dediyim futbolçunun? Diouf. Diouf'u hər hansı bir digər Azərbaycan klubu istəməyə getsin, rəsmi şəkildə. İnandırım, səni qapını açmazlar. Danışıqlara getmir. Danışıqlara başlamazlar. Bu, sırf Qarabağın Avrokuboklarda o qazandığı adın etibarın nəticəsidir.